Yaşayış və qeyri-yaşayış obyektlərinə görə məsuliyyətlər dəyişir. Yaşayışda ilkin növbədə əgər biz yanğına müdaxilə edə biliriksə, artıq müdaxilə edirik ki, geniş bir areala vüsət eləməsin, sirayət eləməsin. Əgər yox, ərazi geniş yayılıbsa, artıq biz az yaşlı, yaşlıları və deyək ki, hər hansı bir dəyərli əşyalarımızı götürməyə zamanımız varsa, anında tələsmədən, liftdən istifadə etmədən, sürayədən tutmaq şərti ilə qaçmadan ki, binanı tərk edirik və bir təhlükəsiz ərazidə gözləyirik. Burada panikin, yəni qaçmağın özü də bir panik əmələ gətirən bir məsələdir. Niyə baxırıq ki, hamı qaçırsa, biz bilmirik hamı nədən qaçır və mən də başlayıram qaçmağa. Amma o qaçma prosesində deyək ki, yanğındır, nə bilim zəlzələdir. Adam istənilən adam bir panikaya düşər, adam özünü məsələn biz zəlzələ vaxtında müşahidə eləmişik illər öncə ki, adam özünü pəncərədən atan olub, adam nə bilim qeyri-standart hərəkətlər eləyib ki, bu da panikin nəticəsidir. Biz ona görə panika yaranmasın, qaçmırıq, sadəcə iti addımlarla təhlükəli ərazidən təhlükəsiz əraziyə təxliyə olunuruq.